Kaspini çox sevirəm. Kaspini çox sevirəm. Kaspini sevirəm. Kaspini çox sevirəm. Kaspini sevirəm. Çünki burada çox əylənirəm. Hər gün bura gəlməyi səbirsizliklə gözləyirəm. Çünki burada özümü evdəsə kimi hiss edirəm. Çünki burada mənim müəllimlərim məni çox sevir. Biz Kaspini sevirik. Kaspi liseyi övladlarımız üçün ancaq təhsil ocağı yox, həm də özgüvən yeridir. Övladlarımın hər gün məktəbə həvəslə gəlməsi məni çox sevindirir. İki övladım Kaspi liseyində oxuyur. Burada sosial tədbirlərin keçirilməsi, övladlarımızın aktiv iştirakı bizi də çox sevindirir. Hal-hazırda 4 filialı ilə fəaliyyət göstərən Kaspi liseyləri 2014-cü ildən bugünə qədər onlarla gənci gələcəyə hazırlayıb. Burada tədris Azərbaycan, Rus və İngilis dillərində həm milli, həm də beynəlxalq kurikulumlara əsasən təşkil olunur. Liseyimiz təhsildə yenilikləri, şagird könüllü kurikulum və interaktiv tədris üsulları ilə birləşdirir. Bilirik ki, sevgi və dəstəkləyici mühitdə təhsil alan şagirdlər öz fikirlərini sərbəst ifadə edir, tənqidi düşünür, səhv etməkdən qorxmur və şəxsiyyət kimi inkişaf edirlər. Kaspi liseyində hər bir şagird öz potensialı ilə dəyərlidir. Müəllimlərimiz fərdi yanaşma prinsipi ilə hər şagirdin öyrənmə tərzini nəzərə alaraq onlara akademik bacarıqlarla yanaşı özlərinə inam da qazandırırlar. Yaradıcılıq və tənqidi düşüncəni təşviq edir, şagirdlərə yeni ideyaları araşdırmaq və həll yolları tapmaq imkanı yaradırıq. Onları müasir dünyanın tələblərinə uyğun gənclər olaraq yetişdiririk. Müasir kurikulumumuz elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasına əsaslanaraq şagirdləri sürətlə dəyişən dünyaya hazırlayır. Robotika və proqramlaşdırma yarışlarında dostlarımla birlikdə iştirak etmək, onlarla birgə həyəcan hissini yaşamaq mükəmməl istir. Robotika liseydə əsas fən kimi tədris olunur. Bu da texnologiyaya marağı olan şagirdlərin erkən yaşlardan praktiki biliklərlə tanış olmasına imkan yaradır. Rəqəmsal bacarıqlar dərsləri beynəlxalq çağırışlara uyğundur. Dərslərdə şagirdlər kod yazır, rəqəmsal düşüncə ilə inkişaf edir və gələcəyin peşələrinə uyğun bacarıqlara sahib olurlar. Müxtəlif olimpiadaların təşkili, müəllimlərin yaratdığı özgüvən hissi uşaqlarda özünə inamı artırır. Bunu övladı olimpiadalarda daim uğur qazanan valideyn kimi rahatlıqla deyə bilərəm. İngilis dili tədrisin mərkəzindədir. Həftədə 9 saat dərs beynəlxalq Cambridge kurikulumu ilə aparılır və şagirdlər üçün qlobal dünyaya açılan qapı rolunu oynayır. Kaspi liseyinin Cambridge bölməsində tədris proqramı tamamilə ingilis dilində həyata keçirilir. Proqram beynəlxalq standartlara əsaslanaraq şagirdlərə güclü akademik biliklər qazandırır və onların qlobal düşüncə tərzinin formalaşmasına şərait yaradır. İntensiv ingilis dili proqramımız beynəlxalq Cambridge kurikulumuna əsaslanır. Bu proqram sayəsində şagirdlərimiz təhsil aldıqları bölmədən asılı olmayaraq həm Azərbaycan, həm Rus, həm də beynəlxalq bölmədə Cambridge imtahanlarında, beynəlxalq tədbirlərdə və müsabiqələrdə uğurlu nəticələr əldə edirlər. Əvvəllər onun xaricə getmə fikri məndə bir ana kimi çox tərəddüd yaradırdı. Ancaq Kaspi liseyində təhsil aldığı müddətdə ona müxtəlif olimpiadalarda tək səyahət etməsi, müəllimlərinin ona aşıladığı inam hissi məndə övladıma olan güvəni möhkəmləndirdi. Kaspi liseyində təhsil təkcə akademik nailiyyətlərlə ölçülmür. Burada sosial bacarıqların inkişafı da əsas prioritetdir. Şagirdlərimizin istedad və qabiliyyətlərini üzə çıxarmaq, onların özünə inamını artırmaq üçün liseyimizdə 30 fərqli dərnək və sosial məsuliyyət layihələri icra olunur. Şagirdlərimizin talantını üzə çıxarmaq, onların özünə inamını artırmaq üçün maraqlarına uyğun dram, jurnalistika, rəsm, rəqs, musiqi, kapoeira, şahmat, proqramlaşdırma, robotika və başqa dərnəklər fəaliyyət göstərir. Piano çalmaq mənim arzum idi və müəllimlərimin dəstəyi ilə bunu reallaşdırıram. Şagirdlərimiz liderlik, komanda işi, empati və ictimai məsuliyyət kimi bacarıqları gündəlik fəaliyyətlər vasitəsilə öyrənirlər. Övladlarımın Kaspi liseyində yüksək təhsil almaqla yanaşı milli mənəvi dəyərlərə bağlı böyüməsi, müəllimlərin şagirdlərə fərdi yanaşması və dostluq və empatiya mühitini yaratması məni çox sevindirir. Burada qayğıkeş, isti və mehriban bir mühit var. Təhlükəsizliyi isə xüsusilə vurğulamaq istəyirəm. Məktəbə təhvil verdikdən sonra fikrim övladlarımda qalmır. Mən bilirəm ki, liseydə o artıq əmin əllərdədir. Müəllimləri, yoldaşları ona bir ailə üzvü kimi davranır. Dərsləri maraqlı və əyləncəli keçir. Kaspi təkcə bilik vermir. Kaspi düşündürür, ruhlandırır, formalaşdırır. Kaspi liseyində valideynlər sadəcə müşahidəçi deyil, onlar icmamızın fəal üzvləridir.
Valideynlərimizlə daimi və şəffaf ünsiyyət, müxtəlif platformalarda əməkdaşlıq, onların təklif və ideyalarının dinlənilməsi bizim üçün çox önəmlidir. Elektron Kaspi xidməti vasitəsilə övladımın inkişafını davamlı izləyə bilirəm. Məktəb rəhbərliyi və müəllimlər isə daima əlçatandır və kommunikasiya açıqdırlar. Mütəmadi təşkil olunan tədbirlər lisey ilə ünsiyyətimizi daha da asanlaşdırır. Kaspi liseyi övladlarımızla yanaşı həm də bizə nə verdi? Bizi arxayınlaşdırır ki, övladlarımız əmin əllərdədir və gələcəkdə cəmiyyətimizə ziyalı olaraq yetişə biləcəklər. Məktəb, şagird və valideyn üçbucağı üzərində qurulan bu güvənli əlaqə hər bir şagirdin uğur yolunda möhkəm təməl yaradır. Kaspi liseyinin missiyası özünə inamlı, bacarıqlı və gələcəyə hazır liderlər yetişdirməkdir. Gəlin, övladınızı gələcəyə birlikdə hazırlayaq.